Düşünürük ki, son zəng tədbiri ilə bağlı bizim agentliyin müvafiq təlimatı var. Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır və hər kəsdən bu təlimata ciddi şəkildə əməl olunmasına çağırırıq. Buradan da fürsətdən istifadə edib bütün idarəetmə orqanlarına və təhsil müəssisə rəhbərlərinə çağırış edirik. Məktəb daxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi format, protokol göndərilib və düşünürük ki, o protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda həm sadə, bədii hissə nəzərdə tutulur, eyni zamanda şagirdlərimizin kiçik həcmli çıxışları nəzərdə tutulur. Ola bilər hansısa yaradıcı bir göstəriş, yaradıcı bir hissələr də ola bilər həmin tədbirdə. Amma bunun çox böyük, təntəraqlı, hansısa ciddi maliyyə yükü yaradan və məktəb kollektivinin, valideyn icmasının üzərinə əlavə maliyyə yükü yaradan formatda keçirilməsini məqsədə uyğun hesab etmirik, bunu yol verilməz hesab edirik.